Ay, hər vaxtınız xeyir olsun, əziz bizi izləyənlər. Bir daha xoş gördük hər birinizi. Ölkəmizi sizlərlə bərabər gəzməyə, tanımağa davam edirik. Ötən həftə verilişimizi izləyənlər xatırlayır. Aran iqtisadi rayonu olan Beyləqanın qonağıydıq. Beyləqandan hazırladığımız ikinci verilişə keçid alırıq. Bir saat boyunca Beyləqanın bir çox yerlərinə gedib, bir çox maraqlı insanlarla həm biz tanış olacağıq, həm də sizlər tanış olacaqsınız. Ekran başına yaxın əyləşin. Yolçunun Beyləqan macəraları davam eləyir. Traktörü hara getirir? Abi saxla. Cəmiləcən, cəmiləcən. Tamam, xoş gördük yanımıza. Yolçu bizim kəndə xoş gəlir. Her aile bir ailenin, iki ailenin götürüp kimin bir otağı varsa perdenin bölüp bir ailenin bizim cemaat yerleşeyim. Kimin iki otağı varsa onun bir bizim cemaati varsa birinin ona çöreğini de bölüşüp, suyunu da bölüşüp, paltarını da. Bu yol hardan başlayır, harda qurtaracaq bəs? Hara gedir bu yolçu, bu ağ yolu seçən kəs? Hem ulusan, ululardan ulusan. Yaşa seni iller boyu Beyləqan. Traktörü hara getirir? Abi saxla. Cəmiləcən, cəmiləcən. Müslümanlar qoy çəksin, qoy çəksin. Hoş geldiniz. Hemen hoş geldiniz. Hoş geldiniz. Tamam, hoş gördük yanımıza. Yolçu bizim kəndə xoş gəlir. Hə, bu gözəl bahar günündə, bu gözəl güllü çiçəkli həyətdə, qapıda elə gül kimi insanların qonağıyıq, əziz izləyənlər. Növbəti dayanacağımız Beyləqanda Haska türklərinin yaşadığı Türklər kəndidir. Salam olsun hər birinizə. Bax, coşquya bax, coşquya, maşallah. Azərbaycanın dörd bir tərəfində dəyərli Haskalı qardaşlarımız yaşayırlar ki, getdiyimiz bütün rayonlarda eşidəndə ki, Haska türkləri var, mütləq ziyarətinə gəlirik və tamaşaçılar da şahiddir. Həmişə elə eyni coşqu ilə qarşılaşırıq. Var olun dəyərli Haskalılar. Sizlə vahəm. Həmişə elə belə coşqulu qalın. Əziz izləyənlər, Haskalıların ölkəmizə köçmə tarixi, ümumiyyətlə Haskalıların başına gətirilənlər, gələnlər haqqında kifayət qədər məlumatınız var. Hər verilişimizdə kifayət qədər məlumat verməyə çalışırıq. Amma bu qapıdaykən sırf Beyləqanda, Türklər kəndində nə vaxtdan Haskalı qardaşlarımız yaşayırlar, nə vaxtdan burada məskunlaşıblar, bizlə iç-içə, dostcasına, qardaşcasına, onsuz da qardaşıq, dostluq. Mehribancasına yaşayırıq. İlk olaraq mikrofonumu uzadıram kəndin məktəb direktoru Qəmbər müəllimə ki, məhz Haskalıların tarixi haqqında kitabın müəllifidir. Əvvəlcə deyin görüm, kefiniz halınız nətərdir? Sağ ol, ayaqda durun, sağ ol. Yox, etki xəttini həmişə ayaqda durun. Sağ ol. Əvvəla xoş gəldiniz. Hoş günlər bizə gələk. Hamımızın Allah canını sağ eləsin, əziyyət çəkin. Hər kəsdən Allah razı olsun sizlərdən. Bir əziyyəti yox, xoşdur. Bizim gəlməyimi qısaca deyim sənə, bizim vətən dediyimiz Gürcistan torpağında qalan o vətənimizə sürgün olduq Orta Asiyaya. Nəhayət 56-cı ildə komendant saatı götürəndən sonra bizim cəmaat başlardı artıq respublikalar ayaq açmağa. Və ilk növbədə vətən deyilən yerə ki, gedək vətənə qaydıq. Və biz də o vaxtları 3-cü, 4-cü sinifdə oxuyan vaxtımızdır. Vətən dedilər, amma sonra da soraq çıxdı ki, Azərbaycan deyilərə gedirik. Biz də 3-4 sinifdə oxuduq. Askaya qaydacağınızı, Gürcistan ərazisindəki o yaşadığınız yerlərə qaydacağınız demişdilər. Amma sonra çıxdı ki, biz Azərbaycana gedik, da vətən sorağı yox. Maraqlanıq uşaqdır ki, niyə Azərbaycan? Axı bilmirik, 3-cü, 4-cü sinifdə oxuyuruq.
öz başımıza fikir mübadiləsi edirik. Bir de özümüz çözdük. Sen deme o vaxtlar yadınızda varsa akkumulyatorla işleyen radyo vardı. Vay, mən o vaxt olmamışam, oradan yadımda olsun. Bilginin. Akkumulyatorla işleyen radyo vardı. Ona kulak asırdık. Çetinlikle Azerbaycan'dan musiki gelirdi. Ola bakırdı ki bizim şenlikçi danışık var. Dilimiz Dediler eyni, ki şirinliği. Azerbaycan bak biz oraya gidip dedik ola öz aramızda uşaklar ha. Aycan bizim şenliklerin yerine gidiyormuşuq. Bizim şenlikler oraymış. Bak o vaxtdan da 58-59'da ayak açıldı bura. 61-ci ildə bu ağsaqqallar gəldiler bura. Ağsaqqallar dediğimiz anar qardaşımız zəhmət olmasa bu dəyərli ağsaqqallarımızı görsətsin. Hə, bu ağsaqqallar gəlibə bizdən qabaq 61-ci ildə bu ətrafımızdakı Azərbaycan kəndləri hər ailə bir ailəni, iki ailəni götürüb kimin bir otağı varsa pərdələ bölüb bir ailənin bizim cəmaət yerləşib, kimin iki otağı varsa onun birinin bizim cəmaəti varsa birinin ona çörəyin də bölüşüb, suyun da bölüşüb, paltarın da məsələn bir misal çəkim. Baba körpə uşağımış. Azərbaycanın ailəsi bunu öz uşağıyla beraber öz uşağıyla beraber çimizdirirmiş o bizde dedik o nedir o boş kabın adı ne dedik biz ona çimizdir. Bak teşte bu çimizdirilmiş Azerbaycanlı anası. Her şeyin verip orada yaşa bu kent 61. yılda salınıp Azerbaycan halkı da devleti de karşılayıp 61'de salınıp 100 ev tikilip burada. Bu cemaat yerleşip bura evin kimin hazır ondan sonra o kentlerin gelip doğrular. O vaxtdan beri de biz burada məskun salmışıq. 61. ildən bu kent Türker kendi adlanır. Alqış olsun sizlərə. Var olun. Maşallah. Elə şirin şəkər danışığım var ağsaqqal. Tam bir pedagog, tam bir müəllim. Yeri gəlmişkən bir qonağınızın olduğunu dediniz. Qardaşlarla gəlib. Qazaxıstandan. Qazaxıstandan. Adınızı da deyin. Rahman. Ha, Rahman. Biraz danış da qardaş. Qohum nəqraban burada yaşayır. Neçə gündür buradasan? İlk gəlişindimi? Yo, ben ikinci defa gelişimdir. Ben özüm dünyaya bunda gelmişim. Bura dünyaya gelip. Aha. 72. yılı Kazakistan'a göçüp gittik. İkinci defa gelişimdir. Tamam dəyişib buralar, eləmi? Tamam. Sana bir şey bunun hakkında bir şey diyeyim. Gelip burada mektebe girip de Atatürk'ün Heyder'e bir şekil görüp de değil ki böyle bir şey kaş bizde de olsa. Şimdi bu bayrağı görüp burada. Diyorsun her yerde bu bayrak var mı diyor. Maşallah. Elə o bayraqların qoşa olmasının, qoşa dalğalanmasının şəninə bir alqış. Birliyimiz, bərabərliyimiz daim olsun əziz dostlar, əziz qardaşlar. Və bu Türklər kəndinə məhz bu kənddə yerləşən bir folklor qrupu var imiş. Onları deyib gəlmişik ki, folklor evinin rəhbəri ilə bir görüşüm qardaş. Necəsiz? Hoş gelmişsiniz. Uşaqlar sizə də salam olsun. Yaxşısınızmı? Maşallah. Adınız nəyin qardaş? Adım Bayram Əhmədov. Özüm İncəsənət Universitetini bitirmişəm, Mədəni Maarif Fakültəsini. 91-ci ildə orta məktəbi bitirmişim. İncəsənət Universitetinə qəbul oldum. 96-cı ildə qutaran kimi əskərlik xidmətinin borcunu yerinə götürdüm. 98-də əskərlikdən gəldim. Türklər Kənd Folklor Klubunun müdürü oldum. Ondan sonra təyin olduqdan sonra Yaylalar Rəqs kollektivi yarattım. Gəldin, çalışdın, yetişdirdin ha? O gündən bu günə kimi rayonumuzun mədəni kütləvi tədbirlərində, bir çox televiziyalarda, rayonda keçirilən tədbirlərində həbsində iştirak etmişik biz. Yaxşı eləmisiniz. Bax bu Yaylalar Rəqs kollektivi ilə. Yaylalar bugün bizə nə hazırlayıb? Yaylalar Rəqs kollektivinin 4-5 dənə nömrəsi vardır ki, bütün tədbirlərimizdə həmişə onunla iştirak edirlər. Bugün də sizin iştirakınızla o oyunlarımızı göstərə bilərik. Tamaşaçılarımıza bərabər göstəririk. Tamaşaçılara göstərə bilirik. Nə olar, bu gül balalarımızı alqışlayaq. Kifayət qədər məlumat almış olduq əziz izləyənlər. Sırada folklor qrupunun çıxışını izləmək var.
Bu yol hardan başlayır? Harda qurtaracaq bəs? Hara gedir bu yolçu? Bu ağ yolu seçən kəs? Ağ yola olub rəvan, bu yolçu haqqa aşiq. Bu yolun əksi dalan, bu yolun sonu işıq. Ay bir sağ olun. Dəyərli Rövşən qardaşımız. Rövşən oldu, eləmi? Rövşən Budaq, Beyləqanın çox dəyərli şairi, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2 dəqiqənin içərisində yolçuya şeir yazan peşəkar şair. Allah canı sağ eləsin, dəyərli qardaş. Var ol, həmişə getdiyin yolda elə haqq yolu olsun. Hamımız bahəm. Salam olsun hər birinizə, dəyərli Beyləqan əmi. Kefiniz, halınız. Rövşən qardaş, əyləş rəhmət olmasa, əziz izləyənlər. Yəqin ki, bir neçə gün əvvəl televiziya proqramlarından, xəbər verilişlərindən izlədiyiniz Beyləqanda şəhid, əlil, veteran ailələri üçün çox gözəl, yaraşıqlı bina tikildi və sakinlərin istifadəsinə verildi, ixtiyarına verildi ki, bu gün də həmin binanın qonağıyıq ki, məhz İlham qardaşımız bu gün evinə köçür. Qohum-əqrabası ilə, ailəsi ilə bunu qeyd eləyir. Biz də eşitdik, dedik gələk bu şadyanalığa biz də şərik olaq. Xoş gəlmisiniz. Xoş günlər böcələ qardaş. Nə tərsən, nə var nə yox? Sağ ol, çox sağ olun. Yolçu Elə belə qardaş. kişi deyil ha. Karate müəllimidir, Avropa dünya çempionudur, Qarabağ müharibəsinin iştirakçısıdır, Qarabağ əlildir. əlili. Bəli. Yəni idim ailədə demək olar ki, bir qızım judodan 2 qat Resko Bir çempiondur. əlini qaldırsın balamız. Üzü kameramıza doğru zəhmət olmasa. Oğlum 4 qat karatedən Resko çempiondur. Səni də görsünlər. Yolçu qardaş, xoş gəlmisiniz. Xoş Beyləqanın adından, öz ailəmizin adından sizi salamlayırıq. Bu günlərim biz çox sevinirik ki, bizim dövlət, bizim xalqımız, bizim Qarabağ əlillərindən, şahid ailələrindən həmişə diqqətdə saxlayıblar. Bu gün ayın 7-sindən bu evə köçmüşük. Çox sağ olun ki, siz də Biz də bizi bugün ev yaxınlaşdınız. gördüyə gəlmişik, nətər deyərlər. Xoş gəlmisiniz. Nətərdə o tortu da yolçu Beyləqanda üstünə yazıb çatdıra bilmişsə. Dünən axşam zəhləşmişdik. Valla bu istiqanlılığa, bu hörmətə görə, bu dəyər vermək qabiliyyətinə görə var olun, başınız həmişə uca olsun, eviniz həmişə belə işıqlı, qonaqlı, qaralı olsun, nətər deyərlər. Süfrənizin üstə indikindən də daha artıq dolu olsun. Çox sağ olun. Xoş gəlmisiniz. Evinizin, eşiyinizin vəziyyəti nətərdir? Neçə otaq aldınız? Evimiz 2 otaqlıdır, tam remontdur. Yəni hər bir yaşayışı var, tam təmirli. Yəni mebelləri yerində, hər bir şəraitimiz var. Balkonumuzdakı ən səfalı, ən gözəl yerə baxır. Rayon stadionuna baxın. Stadionuna. Çox möhtəşəm də maşallah stadionunuz var həqiqətən. Bizdə idmançılar stadionda, boş vaxtları stadionda məşq edirik. Ona görə elə buradan izləyirik. Bir idmançı kimi uğurlarından, öz uğurlarından danış. Gülbalavın adlarını çəkdiyim balalarının daha doğrusu. Mən özüm 96-cı ildən karate üzrə baş məşqçiyəm Beyləqan rayonunda və dünya Avropa çempionlarım var. Yetişdirmişəm. Yəni mən özüm də dünya Avropa və dünya kubokunun qalibiyəm. Qızım 7 ildir həm judodan məşqçiyəm Beyləqan rayonunda. Qızım 2 qat Resko çempionudur qızlar arasında. Oğlum karate üzrə 4 qat Resko çempionudur. Yəni nailiyyətlərimiz yaxşıdır. İndi bizdə də Beyləqan rayonunda da idman kompleksi təməli qoyulub. Allah qoysa idman zallarımız da düzəldikcə, hər bir şəraitimiz düzəldikcə irəliləyişimiz də daha çox olacaq. Allah qoysa Allahın köməkliyinə. Və yer gəlmişəm bu gün bu masanın ətrafına. Sizin ocağa kimlər yığışıb? Bu gün burada mənim döyüş yoldaşlarımdır. Ümumi deyən Burada döyüş yoldaşlarımdır. Hamısına salam olsun dəyərli dostlarımıza. Bizdə bir ailədə 3 qardaş müharibədə olmuşuq, Qarabağ döyüşlərində olmuşuq. 2 qardaş Qarabağ əliliyib, bir qardaşım Qarabağ veteranıdır. Yəni burada əmioğludur, şair öz sözünü dedi. Burada əyləşənlər, yəni Dedi yaman dedi. burada Paşa Namik buradan ev verilib. Bu 54 mənzilli evdən də ev verilib. Belə Paşa ilə qonşuluq, ailəvi dostluq burada əyləşənlərin hər bir kəsindən. Yəni bu gün də hamı xoş gəlib sizinlə bir yerdə. Xoş günlərinizə gələk. Eviniz, eşiyiniz xeyirli uğurlu olsun. Çox sağ olun. Ev gördüyə gəlmişik. Dedilər bir şadyanalıq olacaq. Elə içəri girəndən, o bahar güllərinin çiçəklərini görəndən, sizlərin o özünüzdəki elə çiçəklər qədər təravəti görəndən bildim ki, həqiqətən də şadyanalıq olacaq. Və orada bir dənə İsmail qardaşımız var. İsmail Beyləqanlı. Bir əlifi belə-belə elə, sazın üstünə də maşallah elə qəşəng yazıb. Xoş gördük İsmail. Beyləqanlı İsmaili tanımayan yoxdur. Hoş gördük. Kefin alın, Hoş gördük, hoş gəlmisiniz. Allah Allah- tərəfə doğru zəhmət olmasa, musiqisi dostlarımızı da salamlayıram. Mən ilk öncə
xoş gəlmiş deyirəm sizlərə. Xəzər Televiziya kollektivinin hər birinə öz minnətdarımızı bildiririk. Yolçu verilişinin aparıcısı Yusuf müəllim sağ olsun ki, Azərbaycanımızın torpaqlarını qarış-qarış gəzib insanları, zəhmətkeşləri, musiqiçilərimizi xalqın qarşısında canlandırır. Mən istəyirəm ki, bir alışlar gəlsin həqiqətən. Sağ ol, var ol qardaş. Alqış sənə gəlməlidir. Yer gəlmişkən, əziz izləyənlər, Beyləqanlı balası Bakı şəhərindən 265 kilometr aralıdan həftədə bir dəfə cümə günləri durur buradan gedir Bakıya. Çox dəyərli mədəniyyət kanalımızda. Təmsil edirəm. Bəli, aşıq sənəti ilə bağlı çox maraqlı bir veriliş var. Fəzali Miskini ilə bərabər aparırsınız. Allah canım sağ eləsin ki, bu fədakarlığı göstərib həftədə bir dəfə işləri ara verib gedib tamaşaçılarımızı bilgiləndirirsən. Amma biz də bura qədər gəlmişkən, madəm ki şadyanalıq olsun istədik, qardaş Beyləqanı vəsf eləyən bir şeirindən, sazından, sözündən nəyin varsa biz də qulaq asaq, dinləyək tamaşaçılarımız da alqışlarınızla. Çox sağ olun. Yusuf müəllim, arzu edirəm Ulu Tanrıdan növbəti yolçu verilişinin çəkilişi Qarabağımızın gözəl dilbər güşələrində inşallah. Kəlbəcərə, Laçına, Şuşaya inşallah. Ürəysən baharımın yazımın, kırılmayan tütelisən sazımın, yaşa səni illər boyu beylə qal. Yiğitlərin tarixi var sinəndə, karvanların izi qalıb çölündə, Gücrəddinin ruhu gəzir önündə, yaşa səni illər boyu deylə qal. Bir müqəddəs yurd olsun əzəlin, uzaqlardan xəbər verir tarixi. Torpağında yurdu vardı Zərcizin, Peyğəmbərimizin. Yaşa səni illər boyu deylə qal. İsmail'in Müjdeddin'in yurdusan, her bir gelen konağının bulusan, sen ulusan, ululardan ulusan, yaşa səni illər boyu deylə qal.